Federal Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikinin öldürülməsi ilə bağlı 3 versiya irəli sürüb. 3 versiya var: düşmən təxribatı, şəxsi hesablaşma və Ukrayna münaqişəsində sülh prosesini pozmaq istəyən daxili düşmənlərin fəaliyyəti. Prioritet versiya hələ yoxdur. Araşdırma gedir, deyə mənbə qeyd edib. Qeyd edək ki, Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik ölüb.